Hörmətli qonaqlar, sizləri gənclərin tədbiri olan Gənclərin Sosial Media Forumunda xoş gördük. Mən Könül, bugün gün sonuna qədər sizlərlə birlikdə olacağam. Tədbirimizə başlamazdan öncə tərəfdaşlarımızdan biri olan Push 30-un sizin enerjinizi yüksəltmək üçün sessiyası olacaq. Alqışlarınızla Nərgiz xanımı səhnəyə dəvət edirik. Xoş gördük hamınızı. Mən Nərgiz, yoga instruktoruyam. Push 30 sizə təmsil etmək üçün buradayam. Xoş gördük hamınızı əvvəlcə. Çox gözəl görünürsünüz, çox enerjilisiniz. Gənclərin sosial media forumunda bu enerji gözlənilən idi. Mükəmməl görünürsünüz. Deməli, məni bura dəvət edəndə dedilər ki, elə bir yoga hərəkətləri dinən ki, yorğun iş günündə hər kəs ortada bir fasilə verəndə öz enerjisini qaldıra bilsin. Dedim, okey, əla. Ona görə də sizə kiçik bir yoga axşa hazırlamışam, hansı ki, bu enerjinizi gün boyu davam etdirə biləcəksiniz və işdə yorulanda, oturaq rejiminizdə, ekranın qarşısında stresi və gərginliyi hiss edəndə kiçik bir fasilə ilə enerjinizi yenidən yüksəldə biləcəksiniz və bütün o stresi və gərginliyi tamamilə ata biləcəksiniz. Ona görə də fərq etmir, heç ayağa belə qalxmanıza ehtiyacı olmadan bir neçə kiçik sizə möhtəşəm enerji qaldıran və stresi atan hərəkətlər göstərəcəm. Bilirsiniz ki, yoga necə möhtəşəm bir praktikadır. Bədəndə enerjini qaldırmaq və stresi atmaq üçün. Ona görə də hər şey nəfəsdən başlayır və bədəndə davam edir. Ona görə də rahat bir oturuşda, elə indi də sınaya bilərsiniz. Elə bu dəqiqə bu enerjini daha da yüksəltmək üçün rahat bir oturuşda əyləşirsiniz. Onurğamız dik olur. Onurğamızı hər zaman dik saxlayırıq. Çiyinlərimizi aşağı salırıq və boynumuzu uzun tuturuq. Sinəmizi açırıq. Gözlərinizi yuma bilərsiniz. Əlləri dizlərin üstünə yerləşdirin. Dərin bir nəfəs alın. Nəfəsi burnumuzdan alıb, burnumuzdan yavaş-yavaş boşaldırıq. İlk öncə bədəni hiss edərək başlayırıq. Nəfəs burun deşiklərindən bədənimizə daxil olur. Yavaş-yavaş doldururuq bədənimizi və nəfəsinizi verərkən nəfəslə birlikdə bütün gərginliyinizi də boşaldın. Əla. Başlayırıq çiyinlərimizi dairəvi şəkildə fırlatmağa. Çiyinləri fırladırsan və hiss edirsən. Çiyinlər adətən bizim bütün yükləri və məsuliyyətləri yığdığımız yerdir. Ona görə də çiyinlərini fırladarkən hər dəfə, hər hərəkətdə oradakı stresin necə rahatladığını hiss et. Dərin bir hərəkətlərlə çiyinlərini fırlat. Buradakı gərginliyini rahat burax və sal çiyinlərini aşağı. Və növbəti boynumuza keçirik. Çünki gün boyu ekran qarşısında boynumuz çox gərginləşir. Bunun üçün də sağ əlini sol qulağına yerləşdirib, sol əlini isə yana doğru açaraq başını yan tərəfə doğru əyirsən. Burada qolumuz boyu və boynumuzda bir dartınma hiss eləyəcək. Bu dartınma boynu rahatladacaq, oradakı gərginliyi azaldacaq. Dərindən nəfəs alırsan, bütün hərəkətlər boyu nəfəs alman davam edəcək. Boynunu sağa əydin. Bir nəfəs burada gözləyirsən və yavaşca buraxdın. Super. Digər tərəf üçün də mütləq eynisini edirik. Qoydun sol əlini sağ qulağına, sağ əlini açdın yana, başını yana doğru əyirsən. Dərin bir nəfəs al və nəfəsini yavaş-yavaş boşalt, əllərini sal. Daha sonra boynumuzu dairəvi şəkildə fırladırıq. Sağdan başlayırsan və dairəvi şəkildə boynunu hərəkət etdirirsən. Bu zaman diqqətimizi boyun nahiyəmizdə saxlayırıq. Çünki hərəkətin axışını bədənimizə uyğun, onun ehtiyacına uyğun şəkildə. Nə çox sürətli, nə də çox yavaş etmirik. Ehtiyacımıza uyğun şəkildə. Sağdan sola 3 dəfə hərəkət etdirəcəksiniz. İndi isə soldan sağa eyni şəkildə. Və görəcəksiniz ki, anında necə boynunuz və kürəkləriniz rahatlayır. Bu çox gözəl. Yoqada biz deyirik ki, onurğanın yaşı qədər yaşlısan. Onurğan nə qədər gənc, nə qədər sağlam, nə qədər elastikdirsə, bədənin də bir o qədər sağlam
və gəncdir. Ona görə hər zaman onurğanızın qayğısına qalın. Oturaq iş vaxtı əgər çiyinləriniz qarşıya doğru əyilirsə, belinizdə onurğanız boyu ağrı hiss edirsə, bilin ki, artıq bu siqnaldır. Bədəniniz sizə deyir, onurğanın qayğısına qalmaq vaxtıdır. Ona görə də çox uzun vaxt tələb etmədən də bir neçə dəqiqəyə biraz onurğamızı hərəkətləndirmək gün içində çox önəmlidir. Bunun üçün sinəmizi açdığımız və təkrar yumduğumuz, elə stoldaca edəcəyiniz bir neçə hərəkət göstərəcəm sizə. Bunun üçün qollarını iki yana açacaqsan, sinəni qarşıya doğru açacaqsan. Sizə yandan da göstərəcəm. Açdın, nəfəsini verəndə əlləri gətirdin qabağa. Təkrar al nəfəs, doldur nəfəsi və nəfəsini verərkən yenidən yumrulan. Al nəfəs və ver nəfəs. Bu şəkildə bir neçə dəfə təkrarlamağınız ideal olacaq. Və yenə də deyirəm, anında fərqi hiss edəcəksiniz. Təbii ki, mən çox istərdim burada matları sərim və sizə möhtəşəm bir yoga axş eləyim, amma indi burada bundan ancaq bu qədər olacaq. Ona görə də dostlar, onurğanızın qayğısına qalın və onurğanı həmçinin yana, digər tərəfə və arxaya bükmək çox önəmlidir. Mütləq bir şəkildə onurğanızı çanaqdan qabağa itələyərək geriyə bükülürsüz və qarşıya uzun bir şəkildə uzadaraq onurğanı saxlayırıq. Bunlar çox önəmli hərəkətlərdir. Sadə, amma fərqini anında göstərir. Mütləq onurğanızın qayğısına qalın. Hər zaman gənc və sağlam olmaq istəyirsinizsə, bu gənc enerjinizi qorumaq istəyirsinizsə, onurğanızı gənc saxlayın, hərəkətli saxlayın. Və iş arasında stressinizi azaltmaq üçün nəfəs praktikası, bir neçə kiçik yoga hərəkəti ilə gününüzün axışını tamamilə dəyişdirib produktiv ola bilərsiniz işinizdə. Təşəkkür edirəm. Enerjiniz bitməsin.